Bizdə 4 müqəddəs çərşənbə olduğu kimi söhbət Novruz çərşənbələrindən gedir. Onlarda da 4 müqəddəs bazar günü var. Bizdə də həmin günlərdə qonaq gedirlər, yaşlı insanlar ziyarət olunar, süfrəyə xüsusi təamlar düzülər, onlarda da. Biz Novruzu ən böyük bayramımız kimi qeyd edirik, onlar da bu bayramı. Söhbət xristiyan aləminin ən böyük bayramı hesab edilən Miladdan gedir. Bugün, yəni dekabrın 24-ü Milad gecəsidir onlarda. Biz də Avropa Büromuzun hazırladığı sujetlə onların bu gözəl bayramını təbrik edirik. Adama elə gəlir ki, məhz Milad bayramı qərb insanını dekabr ayında müəyyən mənada depressiyadan xilas edir. Təsəvvür edin, bu ayda sutkanın cəmi 6-7 saat işıqlı vaxtı olur ki, o da çox halda yağışlı, tutqunlu günlərə təsadüf edir. Belə bir vaxtda Milad işıqları ilə bəzənmiş küçələr, meydanlar əsl yerinə düşür və insanda xoş əhval yaradır. Xüsusən də Milad bazarları. Miladın ən gözəl atributlarından biri də Milad bazarlarıdır. 4 həftə bayramdan öncə şəhərin müxtəlif yerlərində qurulur. Yerli əhalinin çox gəldiyi yerdir, turistlərin çox gəldiyi yerdir. İçəridə yeyəcəklər var, işıqlar bərq vurur, hədiyyələr var. Uşaqların da çox sevdiyi yerdir. İndi biz də daxil olaq görək necə görünür. Doğrudan da Milad bazarları bu bayrama xüsusi rəng qatır. Təkcə paytaxt Berlində, müxtəlif yerlərdə böyük balaca 80-dən çox bazar qurulub. Xüsusən axşam saatlarında yerli insanlar və turistlər daha çox gəlirlər. Kimi kiçik hədiyyələr alır, kimi dünyaca məşhur Alman sosislərinin dadına baxır, kimi də uşaqları ilə birlikdə əylənməyə gəlir. Almanlar hətta bir çox işgüzar və tanışlıq görüşlərini də bu həftələrdə Milad bazarlarına təyin etməyi sevirlər. Təəssüf ki, qiymətlər artıq 1-2 il əvvəlki deyil. Bəzi məhsullar hətta 2-3 dəfə bahalaşıb. Amma alış-veriş edənlər, xüsusilə satıcılar belə günlərdə razı görünürlər. Bu bizim ən böyük bayramımızdır. Xüsusən uşaqlar, nənə və babalar üçün özəllikləri var. Çoxlu müxtəlif ölkələrdən insanlar gəlir. Ona görə də Milad bazarları həmişə rəngarəng, xoş auralı olur. Mən yalnız son 3 ili müqayisə edə bilərəm. İndi gələnlərin sayı nisbətən az olsa da, bildiyim qədər bazarların sayını artırıblar. Düzdür, yaşlı insanlar gənclərin belə bayram adətlərindən kənar düşdüyünü desələr də, Milad bazarında çoxlu sayda yeniyetmə və gəncləri də görmək olar. Bayrama ehtiramları da öz yerində. Milad məndə həmişə xoş xatirə yaradır. Hələ uşaq olanda da valideynlərimlə, nənəmlə gəlirdik. Həmin vaxtı səbirsizliklə gözləyirdim. Düzdür, indi həmin uşaq həyəcanım yoxdur. Amma yenə də sevə-sevə dostlarımla bura gəlirəm. Təşkilatçılar deyir ki, hazırda Milad bazarlarına gələnlərin sayı xeyli azdır. 10 illiklər öncə mənzərə tamam fərqli idi, indi başqa görüntüdür. Bütün bu gözəlliklərə baxmayaraq Miladın gözəlliyinə, onun xüsusi rənglərinə xələl gətirən, insanları narahat edən bəzi amillər də var. Bunlardan biri bir neçə ildir şaxtalı qarlı havanın olmamasıdırsa, digəri isə təhlükəsizlikdir. Bax elə burada, bu Milad bazarında 2017-ci ildə terror aktı törədilmişdi, 17 nəfər həlak olmuşdu. Bax, hələ də onların xatirəsinə burada şamlar qoyulur, güllər gətirirlər. İnsanlar təhlükəsizliyi barədə çox narahatdılar. Elə hazır ki, Milad bazarlarının bayırdan görüntüsü də fərqlidir. Bazara yaxınlaşdıqda ilk nəzərə çarpan 2 qat təhlükəsizlik sədləri, maneəli keçidlər, təhlükəsizlik işçiləri və polis əməkdaşlarıdır. Olsun, yetər ki, insanlar özlərini belə məkanlarda rahat hiss edə bilsinlər. Şahin Abbasova TV-nin Avropa Bürosu, Berlin, Almaniya.